Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Torpağına canım qurban Azərbaycan. Başım üstə məğrur məğrur dalğalanan, bayrağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ruhuma can, cismim üçün vətən olan, torpağına canım qurban Azərbaycan. Ey anam, vətənim, ey doğma Qarabağ Azərbaycan. Tabutum büyüdü benim bayrağı hak yolundan. Kurban eyledim canımı torpağa hak yolundan. Nedir ki bir cana yana kurban Azerbaycan'a. Kanla cevap vermeli bizde akan her kana. Nedir ki bir cana yana kurban Azerbaycan'a. Kanla cevap vermeli bizde akan her kana. Anama değil ağlamasın, ben daha cennetteyim. Ölmemişim günah değil, şehitler ölmez ama. İmam Hüseyin yanındayım, oğlaya saklama. Yağışlar cennetime. Aynı şekilde. Şəhidimizin məktubunun sorağı ilə gəlmişik. 4 ildir ki, bizim şəhidimiz yurdunda, burada o məktub belə bir xamılı özü deyəcək olar. Bu məktub necə tapıldı, ondan sonra onun haqqında qısa məlumat verəcək. Şamama da o necə tapıbsa, onu göstərəcək, deyəcək. Bu məktub hər şey deyir. Burada danışmaq həqiqətən çox çətindir. Sözün sustuğu yerdir bura. Qardaş, Allah sizə səbr versin. Sizin balınız qəhrəmandır, igiddir. Belə o məktub hər şey deyir. Onun böyüklüyünü orada göstərir. Mən istəyirəm ki, o məktubundan bütün Azərbaycan, bütün dünya görsün ki, bizim Azərbaycan oğullarımız necə oğullar olub. Necə canından, torpaq üçün, vətən üçün canından keçən necə oğullarımız olub. Allah rəhmət eləsin, sizə də səbr versin. Allah kömək olsun müəllimə. Hoş geldiniz. Allah zərəfli qəbul eləsin. Belə, bu 4 il, 5-ci il gəldi ki, şəhidlərimizin gəldiyi, torpaqda uyuduqları vaxt artıq Firavanın 5-ci mövludu yaxınlaşır, sabah yox, birisi gün, ayın 14-ü, mart ayının. Bəli, keçənləri Firavanın son məktubu deyək, əskər məktubu. O evdən tapıldı. Mən dəfələrlə bu əlimdə burada qoyulan bu kaşlok deyir də, indi bizim dəftərçə. Dəfələrlə açsam da, baxsam da, dəfələrlə bunu içəri tərəfinə nəzərdən keçirsəm də, burada əskərin qrup nömrəsi, nə bilim, rota deyirlər, bölük deyirlər, onun nömrəsi olsa da, ad familiyası olsa da bir şey zənn eləməmişəm. Yəni, açıq ürək eləyib baxmamışsınız? Baxırdım. Yəni ki, o xüsusi təyinatının amalı var ki, ölmək üçün getməmişəm, öldürmək üçün getmişəm, amma yadigar sıxladıqları nəsə, əbədi nəsə qalır. Çox oğlanlarda məsələn tapılır o şey. Ya patronlarda asılır qalır son sözü, ya ad familiyası. Mən də baxdım, heç nə tapa bilmədim. Günün bir günü gəldim evə. İndi xanbalı nə demək
lazımdır o da. O dedi ki, o məktubu tapmamışdan əvvəl, şəhid olandan sonra da bizim komandiri deyir ki, məktub yazmışdı. O hissəni istəyirəm. Bəli, Məktub keçən tapıldı. Martın neçəsi idi məktub tapılanda? şəhid olmamışdan Altısı. qabaq döyüş yoldaşlarından zabit də hal-hazırda xidmətdədir, adını çəkməyəcəm. Dedi ki, Firavan məktubu yazmışdı. Yazdı, sonra məndən aldı. Dedi ki, yox, anam atama çatdırarsınız, pis olarlar. O məktubu aldı bizdən. Dedim, nə yazmışdı ora? Dedi, vallahi söyüş də verdi ki, deyir, biz zarafat yana ki, heç kəs oxumasın onu. Amma məktub özündə idi onun. Aldı, cırdı, tulladı bilmirik. Harasa indi yandırdı bilmirik. Belə bir sözü işlətdi. Üstündən 4 il keçdi. 4-cü ilin içərisində idi. Biz də baxırıq Kaşlofa ki, bəlkə məktubu ola. Əsgər yoldaşlarının orada qeyd elədiyim kimi şey var. Telefon nömrələri yazılıb orada da, o da oradadır. Ayrıca kağızdır. Baxırdıq, bir şey tapa bilmirdik. Bir gün gəldim evə, gördüm anası oturub qəmgin, lap qəmgin vəziyyətdə. Elə bir ki, məndən küskündür. Dedim, nə olub ki? Dedi, məndən niyə gizlədirsən ki? Dedim, nəyi? Dedi, Firavanın məktubu. Elə özüm də şoka düşdüm ki, nətər məktub, axı məktubu almışdı dala, özündə idi, zabitlərdən almışdı o. Yəni, mən bilə-bilə onu gizlətməmişəm. Həmin o dəftərçənin içərisində əskərin özünün o xüsusi təyinatının özünün iynə dili, qıyıq dili, o vəziyyətdə elə büküb, elə qoyub o şeyin dibinə heç kəsin ağına gəlməsi. Orada məktub var. Həmin şəxsən o məktubdur. Yazdığı ürək sözləri, o da müharibə başlayanda bu Güloğlan balamız anadan təzə olmuşdu. Neçə aylıq olardı onda? 1 ay. Bir ay. Onlar da olmazdı. Ancaq yazdı, sevinirdi ki, dayı olmuşam. Çünki bacısının neçə illərdir övladı olmurdu. Çox sevindi. Deyirdi ki, elə hər danışanda da, ondan sonra əlaqə saxlayanda da deyirdi Güloğlandan müğayət olun. Bacından müğayət olun, haqqınızı halallıyın. Amma məktub gəlib tapılanda, bəli, müəllimə dediyi kimi hər şey sübut elədi. Öz hissəyi ilə, şəhidlik arzusu, həyatda da, yəni ki, barışmaq lazımdır, dözmək lazımdır, düzdür, dözmək olmur. Nə qədər başımızı dik tutsa da boyun qatlanır, amma şərəflidir. Şərəflidir, ona görə Mənim üçün başımızı o dik şərəflidir ki, şəhid atasıyam. Mənim üçün o şərəflidir hər ki, adama mən qismət oğlum xalqıma, millətimə və arasında kəfən seçib, bükülüb gəldiyi bayrağına xidmətlədi, bayrağın qorudur, bayrağın ucaltdı və biz oğlumuzla qürur duyuruq və mən fəxr eləyirəm ki, şəhid atasıyam və fəxr eləyirəm ki, bu dövləti qurub yaradanlardan biriyəm. Onun da səbəbkarı mənim oğlum Firavandır. Bu qədər müəllimə, nə deyə bilərəm? Şamamlığı sən nətər oldu, gəldin, gördün şəhər eldir, o deyirsən, darıxdın bile. Deyirsən, bile çox darıxdın, məsələn. İndiyəcən deyir, Hambalı da deyir ki, neçə dəfələrdən baxdı, qoy biz görə bilmədik. O harada götürdün, onu bir dənə göstərdin. Düzdür, çətindi imtihası, tarixdir da bu. Sizin hər anınız da tarixdir. Düzdür, bəli, o məktubdan danışılırdı. Mən də deyirdim ki, görürsən o məktub kimdədir, haradadır, ya dedim, ola bilsin ki, əsgər yoldaşları, döyüş yoldaşları yaxın bizdən gizlədirlər, vermirlər ki, birdən pis olar o. Martın 6-sında idi, o günü nəsə çox pis olmuşdu ürəyimdə. 2024 idi də elə. 2024-cü ildə Martın 6-sında idi. Çox ağlamışdım, gəldim, girdim bu otağa, baxdım, əşyaların hamısını qoxladım. Sonra gördüm ki, orada kaşlok var. Gördüm arasında əsgərlərin nömrələri var, döyüş yoldaşlarının telefon nömrələri var. Telefon nömrəsini götürdüm, qoydum, yenə açdım. Əlimi Hər götürür, onu göstərir. Hemen bu kaşloktu. Böyle baktım.
Yine de hiçbir şey bile bilmedim. Her tarafı açtım, zamoklar açtım, baktım. Gördüm burada, böyle bu, düz burada. İçeri tarafta neyse elime yüngül var, balaca bir şey değil. Elimi saldım, gördüm çok balaca, böyle bükülüb. Hemen o vərəqi elə büküb ki, hiç eləmərsən ki, burada nəsə var. Açdım, oxudum. Gördüm ki, deyilən sözlər burada yazılıb. Hiç kəsin xəbəri yox idi. Mən bəlkə də bir saatdır oturdum, burada qaldım. Axşam çağlar idi. Xambaliyə zənglədim ki, evə gəldinə. Geldi, dedim mektubu məndən gizlədirsiniz. Dedi ki, nə mektub? Dedim, o bu ev dedi, gedib baxarsan. Şavanın yazdığı son mektub. Geldi, baxdı, ondan sonra. Ne bileyim, ən çətindir. Mənim üçün, atası üçün çox çətindir, həqiqətən də çətindir. Çətindir, ancaq şərəfli ölümdür. Ona görə də o söz, o şərəfli ölüm sizi dik tutmalıdır, başınızı uca tutmalıdır. Yaşamalısınız. Firavan getdi, onun əvəzində 2 dənə firavan gəldi. 2 dənə firavan gəldi. Uşaqlara baxıb, siz həm onlar tərbiyələndirin firavan ruhda. Necə firavanı vətənpərvər ruhda tərbiyələndirdiniz, o ruhda da onlar tərbiyələndirin. Mən həmişə deyirəm, bu sözü indi burada da təkrar eləmək istəyirəm ki, firavan baba ocağında, yəni ki, ata ocağında, yəni babanı nənə görüb, yəni o ocaqda böyüyüb. Həmişə mən deyirdim ki, hansı evdə ki, yaşlı insan var, baba var, nənə var, o oğullar orada kişi kimi böyüyür. Analar var, nənələr var, qızlar da xanım kimi böyüyür. Firavanımız da babalı bir evdə böyüdü, kişi kimi böyüdü. Bu günləri onun qəhrəmanlıqları, o ermənilərlə, o bandit dəstə ilə üz-üzə gəldi. Onların 4'ünü məhv elədi, zərərsizləşdirdi. Elə bir dəstəni zərərsizləşdirdi ki, həmin o dəstə Ermənistanda həmin onların liderləri Ermənistanın milli qəhrəmanı adlanırdı. Elə bir dəstən o məhv elədi, zərərsizləşdirdi. Mən bu günləri, düz yaşım sizdən böyük olsa da, ancaq bir şəhidlikdən yüksək ad yoxdur, nə də ki, ondan böyük mərtəbə yoxdur. Mən bugün bir ana kimi, bir müəllimə kimi, mən bu günləri 11-ci sinifin sinif rəhbərəm, eyni zamanda o sinifin adı, Firavanın adını daşıyır. Mən öz sinifim adından sizə bir daha təşəkkür edirəm ki, belə oğlu böyütmüsünüz. Mən bütün şəhid, Firavanın timsalında, bütün şəhid ruhları qarşısında, o 3000 şəhid var, onların ruhları qarşısında, onların atalarının, analarının qarşısında baş əyirəm. Sağ olun, var olun ki, belə oğul böyütmüsünüz. Allah sizin köməyiniz olsun. Allah sizə səbir versin. Daha 2 dənə Firavan. Şükür Allaha. Allah öz tövfəsini sizə verdi. Bugün Azərbaycanımız zəfər çalan dövlətlərdəndir, qələbə çalan dövlətlərdəndir. Azərbaycanımızın müzəffər ordusu var və bugün də, sabah da, gələcəyə də Azərbaycanımız Firavan kimi, Bəxtiyar kimi, qəhrəman şəhidlərimiz kimi oğullardan günü-gündən artıqlaması ilə yetişdirir və onu yetişdirən analar, atalar ki var, onlara can sağlığı arzulayıram. Bir daha bu dövlətin Allah sizə də can sağlığı versin. Bunları da Firavan ruhda tərbiyələndirin. Yaşayan Bunların da yaşasınlar, o firavanlığı, o gözəlliyi, o bəxtiyarlığı görsünlər. ata-analara heç vaxt müharibə qismət eləməsin, övlad acısı qismət eləməsin. Amma yenə də deyirəm, bu bir şərəfdir, bir qürur verici həyatdır. Çətin də olsa bilirik ki, bizim oğlumuz vətən uğrunda, xalq uğrunda, millət uğrunda və nəhayət 3 rəngli bayraq uğrunda şəhid oldu. Bunlar dərslərin zəif oxuyan uşaqlar bu günləri getdilər, tarix yazdılar. Elə bir tarix yazdılar ki, Tarixin əlaçıları oldular. 200 il torpaqlarımız əsarət altında, şərəfsiz ermənilərin əlinin altında əsarətdə olsa da, bu oğullar getdilər, məhsulları azad elədilər və
Birinci Qarabağ müharibəsində arzusu ürəyində qalan şəhidlərimiz ki vardı, onların da qanın qisasını aldılar. Torpaqlarımızı suveren elədilər. Yaşasın Azərbaycan, yaşasın müzəffər ordumuz, bizi qoruyan əskərlərimiz var. Bugün qış ayda olsa, qarlı, şaxtalı uca dağlar var, murovlar var, kəlbəcərlər var. Bax, o dağlarda bizim əziyyətimizi, bizim keşiyimizi çəkən oğulları Allah qorusun, Allah dayaqlarında dursun, sağ-salamat evlərinə qayıdıb gəlsinlər. Və bununla həm bizim zabit heyətlərimiz var ki, can qoydular döyüş vaxtı. Qazi olanlar var, Allah onlara da şəfa versin. İştirakçılar var, onlara psixoloji təsirlədir, onlara da dözüm versin, səbir versin, öz sağlamlıqlarına qayıtsınlar. Sağ olun. Mən yenə də deyirəm, oğlumla fəxrləyirəm. Biz də sizlə fəxr edirik. Biz də bütün kəndimiz, elimiz, obamız, Azərbaycanımız. Bu evdə 2 dənə əskər böyüdürəm. Hə. Bax, birinin adı Firavandır, bax, qucağımdakı balaca Firavandır. Allah saxlasın. Böyük qardaşı Güloğlandır, gələcəyin... Məktubda adı olan. Bəli, gələcəyin Məktubda adı olan. igid qəhrəman əskərləri. Güloğlan balamız dayısının o şeiri demək deyirdin. O şeiri bir görün. Bir görün. Bir dənə şeirdir deyil. Şeiri deyil. Benim dayım igiddi. Şehitler ölmez, vatan bölünmez. Qarabağ Azərbaycan. Mən dayımla fəxr edirəm. Bütün şəhidlər mənim dayımdır. Yaşasın Azərbaycan. Yaşasın İran. Azərbaycan şeirini deyə bilərsən? Ey biricəm mənim tən, yurdum yuvam məskənimsən. Anam doğma vətənimsən, ağlayamı sorun səndən, Azərbaycansən. Sağ ol. Məktubda bir aylıq olan həmin balamız var budur. İndi bu günləri şəhidlərə şeir deyir. İndi biz məktubun özünün həm Azərbaycan dilində, həm də ingilis dilində Leyla müəllim sizə çatdıracaq. Əvvəla hamıya salam olsun. Anam, bacım, atam. Əgər mən bugün şəhid olmuşamsa və siz bu məktubu oxuyursunuzsa, siz ağlamalı yox, daha çox sevilməlisiniz ki, bu məktubu sizin şəhid oğlunuz yazıb. Mən ölməmişəm, mən şəhid olmuşam və bircə yaddan çıxarmayacağım, mənim canım gözüm, bircə bacım və onun oğlunu çox görmək istərdim. Bütün xəyallarımı onunla qurmuşdum. Ona danışarsınız ki, sənin şəhid dayın var. Əgər bu məktubu oxuyursunuzsa, bilin ki, siz xoşbəxt insanlarsınız. Sağ olun, əlvida, şəhid oğlunuz Firavan Əskərov. Hər şey alın yazısıdır və bu mənim yolumdur. First of all, peace be upon everyone. My mother, sister, father. If I was martyred today and you are reading this letter, you should not cry, but rather be happy that this letter was written by your martyred son. I did not die. I was martyred and I only have my sister and son. I wanted to see him very much. I had all my dreams with him. Tell him that you have a martyred uncle. If you are reading this letter now, that you are happy people. Farewell, your martyred son, Firavan Askerov. Everything is fate, and this is my prayers. Heroes is die. Anlasana geldi.
Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah köməyiniz olsun. Ruhu şad olsun. Amin. Allah sizə ömür versin. Sağ ol Rəşad qızı, Allah sənin də köməyin olsun. Həmişə gəlirsən, dedik, demədik, bizim tədbirlərimizi yola verirsən, çəkiliş eləyirsən, yüksək səviyyədə. Allah sənə var eləsin, canınızı sağ eləsin, balalarınızı xoşbəxt eləsin. Sağ olun, müəllimə. Sağ ol, sağ ol, sağ ol, sağ ol. Onda gətirdim, amma sənə bir kiçik də olsa hədiyyəm var. Gətirdi, o mənə verdi. Baxdım, gördüm ki, ürəkdir. Bir tərəfinə ana yazıb, bir tərəfinə ata yazıb. Bir də belə balaca dəsmal kimi verdi. Elə onun da üstünə canamaz qoymuşam. Oradadır. Saxlayarsan. Elə gətirmişəm burada möhürlə. Neçə ildir, həmənki şəhid olandan bəri elə bunun üstünə namazımı qılıram elə. Yuxuma gələndən sonra mən dedim ki, namazımı qılacam. Kalonka dedim var ya. O da özü atasına da dedi ki, sürprizim varsa, elə bir şey şəhid olmamışdan qabağıdır ki, müharibə qutarsın, sürprizim varsa. Kalonkalar düzəltmişdi özünü iki tərəf. Bunları elə ki, Coca-Cola qazından 2 dənə kalonka düzəltdi özü üçün. Demişdi, maşına qoyacam bunları. O da onun adaptörü, zaretka qoymaq üçün, zaretka qoyulan yerdə var. Hamısı öz səfəratlarımızları özü düzəldi. İlahi, bu qanun nə qəribədir. Bir ölüm 1000 canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə Yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlib. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlib. Torpağın üstündəki bircə damcı qandı şəhid. İnsanın alisidir, gör necə insandı şəhid. Ki vətən torpağı uğrundakı qurbandı şəhid. Cənnəti axtaran hər bir kəsə ünvandı şəhid. Çün səni unutmaq da bizlərə nöqsandı şəhid. Sən baxma gözlərində yaşları leysandı şəhid. Elə bir xəstələnmişik bizə loğmandı şəhid. Bizlər nə kar ey, aləmə sultandı şəhid. Bibisinin Obskaya gəlmişdi 10 günlük. Bibisi oğlunun toyunda axırda gəlin gül atdı. Bu gülü tutdu, tutandan sonra da yıxıldı yerə. Yıxıldı? Yıxıldı yerə. İndi həmən bu gülü də elə bibisi gətirdi, otağında qoydu burada, elə bir şey ondan yadigar şimdi burada qaldı. Yaxından çəkilirsən o gül. Qismət olmadı, özünə qismət olmadı. Sənin ağırdır. Hamısı bir acı bir xatirələrdir. Ancaq qürur verici xatirələrdir. Şaman. Bir təsəllimiz odur ki, yad olunur. Bəli. Gündəlik, məsələn, adı çəkilir, gündəlik yad olunur. Xatırlanır, ürəklərdə yaşayır. Hər bir yerdə. Hər bir yerə, hara getsəm də elə bilirəm ki, oğlumu görməyə gedirəm. Məclislərə gedirəm, tədbirlərə gedirəm, ya harada qonaq çağırırlar, elə bilirəm ki, gedəndə oğlumu orada görürəm. Onların arasında görəcək. Bu da elə bir şey, tarix yazan oğullar. Bu da Sabirabad şəhidlərinin hamısının şəkilləri buradadır. Mən də elə bir şey, bunu bir xatirə kimi yazdım. Çəkdim, bir alıb saxlamışam ki, vardı bir yadigardır.
Başlar da. Yok, mektubu yerine yapabilir. Bunlar hamısı tarix yazan oğullardı, qəhrəmanlardı bunlar. Sabırla çək. Sabirabad şəhidləri, hərəsi bir qəhrəmandır. Yazmaqda mənim məqsədim oldu ki, düzdür, sağ olsunlar, kitablar yazırlar, ancaq şəhid haqqında qısa məlumat verilir. Şəhidin keçdiyi döyüş yoluna, onun göstərdiyi şücaətlərdən yazmırlar. Elə anadan olduğu, şəhid olduğu gün yazırlar bir də. Ona görə də məqsədim oldu ki, öz oğlum haqqında çətin də olsa bir kitab yazım. Firavanam, Vətənimdə Qəhrəmanam adlı kitabımdır. Sentyabr ayında keçənlər 2024-cü sentyabr ayında təqdim elədi. Kitab təqdimatı oldu. Bu kitabı yazmışdı. Hepsi müəllimlər sağ olsunlar, müəllim kollektivi. İstəyənlər hamısı şəhidimin haqqında məlumatlar verdilər. Mən də o əsasında da kitab yazdım. Sağ olsunlar, hər birisi. Hə, hə, Yerine, yerine.